Bizdə saf təslimiyyət var. Mən seçildim illüziyası var. Sevgiyə inanır. Duyğularını filtrsiz yaşayır. O idealizasiya edir. Sevgini gözündə böyüdür, seçildiyini düşünür. Mən dəyərliyəm deyir. Amma əslində Kəmal onu seçmir. Onu yaşayır, amma sahiblənmir. Füsunun aldandığı məqam isə bu olur. Nişanlı olduğu halda mənim arxamca düşüb və məni əldə eləyirsə, demək ki, məni seçir və məni sevir. Seçilməyin verdiyi böyük həzlə nə etdiyini bilmir əslində Füsun. An bizə bəzən çox yanlış yönlərə apara bilir. Bugün bunun təbliği olunsa da, bəzən anı yaşamaq bizi çox yanlış seçimlərə, yanlış qərarlara aparır. Son günə qədər, yəni nişan gününə qədər seçiləcəyi düşüncəsi ilə gedir. Kəmal nişanlanır və Füsun tamamilə gözdən itir. Füsun sadəcə tərk edilmir. O görməzdən gəlinir. Nişanlım da var, sən də sevgilim olaraq qalacaqsan yanımda. Bu isə psixologiyada ən ağır zərbələrdən biridir. Ghostingin arxaik versiyasıdır. Münasibətin inkarıdır. Burada Füsunda yaranan duyğular nədir? Təbii ki, utanc, özünü dəyərsiz görmək, qəzəbin içərisinə qarışmış alçaldılma. Kəmal tərəfindən seçilməyən Füsunun üz ifadələri tamamilə dəyişir. O artıq üzündə o saf, gözləntilər içərisində olan, duyğularını sonuna qədər yaşamağı seçən, tamamilə təslim olan tərəf deyil. Bu isə onun bütün gücləri ələ almağına səbəb olur. Amma güc çox da işə yaramır qadın psixologiyasında. Kəmal illərlə ondan əl çəkmir. Həyatına girməyə çalışır. Hər bir cəhdlə onun gözünə girməyə çalışır. Füsun onu tamamilə həyatından uzaqlaşdırmır, amma əvvəlki saf və təmiz Füsun da deyil. İllər sonra Füsun ona hə cavabı verir, amma bunun üçün də şərtləri var. Əgər məni istəyirsənsə, anan elçi gələcək, biz bütün Avropanı nişanlanıb gəzəcəyik, ehtiyacımız olan bütün cehizləri Avropadan alacağıq, hər şey rəsmi şəkildə olacaq. Bu şərtlər heç biri romantik deyil. Bunlar sadəcə simvolik güc aktlarıdır. İstədiyi hər şeyi əldə edəndən sonra belə Füsunun üzündəki o məyusluq qalırdı. Nəyin məyusluğu? Gecikmiş olmağın. Hər şey üçün artıq gec olmağının, saf, təmiz, o möhtəşəm duyğuların zamanında görməzdən gəlinməyi, itirildikdən sonra əldə olunmağa çalışılmağa. Sevgi, dəyər vaxtında gəlməyəndə, sonradan gəlsə belə qadın beynində belə bir sual var. İndi nə mənası var? Bu bir boşluq hissidir. Gecikmiş ədalətin yaratdığı soyuqluqdur. Bu mərhələdə münasibət artıq sağlam bağlanma deyil. Burada sevgidən də söhbət getmir. Kəmal itirmə qorxusu ilə bütün şərtləri qəbul edən və qeyri-sağlam bağlanan tərəf, Füsun isə nəhayət o gücü əldə edib, amma əldə elədiyi gücün onu xoşbəxt eləməyə yetmədiyi tərəfdir. Çünki onun istədiyi şərt qoymaq deyildi. Vaxtında, zamanında seçilmək idi. Çox vaxt qadınlar alçaldılmadan, utancdan və tərk edilmədən sonra əvvəlki hala qayıda bilmirlər. Daha rasional, daha kontrollu və daha soyuq olurlar. Çox təəssüf ki, bu sevginin qələbəsi deyil. Sadəcə güc balansının dəyişməyidir. Sonda isə iki fərqli sevgi növü ilə qarşılaşırıq. Birinci, Kəmalın duyğuları. Səni itirəndən sonra sevdiyimi anladım. Bunun sevgisi isə məni vaxtında seçmədim.